Yəni çox qəribədir ki, biz özümüzdə də Ramazan ayında ibadətə, itaətə, ictihad, çalışmanı hiss edirik, görürük. Amma Ramazandan sonra bu günlərdə isə elə bir ki, insana tənbəllik, süslük üz verir. Halbuki bu 10 gün Ramazan ayından daha əfsəldir. Bu 10 gündə edilən əməllər Allaha daha sevimlidir. Deməli, insan bu 10 gündə çalışmırsa, elə çıxır ki, o insan Allahın sevdiyini sevmir. Allah Teala'nın ən sevdiyi əməllər bu 10 gündə edilən salih əməllərdir. Əgər bir insan bu günlərdə salih əməllərə çalışmırsa, həris deyilsə, o insan Allahın sevdiyini sevmir. Və buna görə vaxtın zay olmasından, boş yerə keçməsindən həzər etməli, artıq yatmaq, artıq dedikodu, artıq televiziya, yəni sosial şəbəkələr olsun, bura vaxt keçirməkdən vaxtımızı qorumalı. Çünki bu mövsüm qənimət mövsümüdür, fürsət mövsümüdür. Elə bir fürsətdir ki, əvəz olunmaz fürsətdir.